Bir dəfə qardaşım, bir dənə pasiyent gəlir, deyir ki, qardaşım mən şəxsiyyət vəsiqəsi üstümdə gəzdirirəm ki, hansı ki içib yatıb hardasa qalanda kimsə məni tapa bilsin. Adətən normal insanlar bu vəsiqəni hansısa işə daxil olmaq üçün, harasa getmək üçün istifadə edir. Bunlar gör nə qədər fəsadı var ki, içib harasa yatıb qalıb özlərindən xəbərdar olmurlar ki, o vəsiqəni onu tapa bilsinlər deyə istifadə edib üzərlərində gəzdirirlər. Bir də valideynlərə onu demək istərdim, onu vurğulamaq istərdim ki, hansı ki elə bu şəxsiyyət vəsiqəsi üzərində gəzən pasiyentin valideyni də bir müddət malalayırdı, səhvlərini gizlədirdi və bu görün ki, hansı fəsadlara gətirib çıxartdı. Əsasən də analarımıza xüsusilə vurğulamaq istərdim ki, problem çıxmasın deyə idarə etdiyi hörmətsizlik bir müddətdən sonra hədsizliyin cürətini artıracaq və daha çox problemlərə səbəb olacaq fəsadlar yaradacaq. Ona görə nə qədər tezli bu yoldan xəbərdarsınızsa, vaxtında bildirin, atasından gizlədiyin problem çıxmasın. Yəni bu şeyləri qətiyyən yol verməyin, çünki bunun fəsadlarını artıq bugünkü gün biz görürük.